edirəm. Xaçmazda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini 26 yaşlı Vüqar Tacəddin oğlu Mahmudov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatlarını Aynes TV-nin Şimal Bürosundan Aytekin Alxaslı araşdırıb. Hadisə keçmiş dostlar arasında şəxsi münaqişə zəminində qeydə alınıb. Xaçmaz sakini 26 yaşlı Vüqar Mahmudovu yaxın dostu 27 yaşlı Mircəlal Ağayev bıçaqlayıb. Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun aynəsi verdiyi məlumata görə Mircəlalın qardaşı ilə mübahisə edən Vüqar 2 gün sonra sərxuş vəziyyətdə yenidən onlarla davaya gəlib və bu zaman Mircəlal Ağayev tərəfindən bıçaqlanıb. Vüqar Mahmudov boğazından və qol nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Keçmiş dostunu bıçaqlayan Mircəlal Ağayev artıq polis tərəfindən saxlanılıb. Mircəlal Ağayev hadisənin mübarizə zəminində baş verdiyini və əməlindən peşman olduğunu deyir. Söhbətim düşüb, əsəbləşmişəm, vurulmuşam. Soğuş söyüb sizə qarşı? Ya soğuş-soğumu və soğuşdan bəşbət hərəkətlərli vurulmuşam da. Məsələn, hansı hərəkətlərli? Nə bilim, danışıb yekə başlıq edib, ərzə atıb mənə, mən də vurulmuşam. Hadisə ilə bağlı danışmaqdan imtina edən və polisə də bıçaqlandığını etiraf etmək istəməyən, sadəcə yıxıldığını deyən Vüqar Mahmudov da hər halda dostu ilə öz arasında baş verənlərdən peşmandır.